Salam müəllimlər, xoş gördük hər birinizi. 25 iyun 2026-cı ildə fiziki tərbiyə ixtisası üzrə təşkil olunmuş imtahan suallarının bir qismini sizlərə təqdim etməyə çalışacağam. Suallara keçməzdən əvvəl ilk olaraq onu demək istəyirəm ki, e, suallar bir o qədər də çətin deyil idi. Orta səviyyəli suallar idi, yəni qənaətbəxş idi. Hesab edirəm ki, bir çox müəllim yoldaşlarımız bu imtahanı uğurla keçə bildilər. İmtahanda uğur qazanan hər bir müəllimi səmimi qəlbdən təbrik edirəm. İmtahanda uğur qazana bilməyən müəllimlərimizə də növbəti sertifikasiya dönəmində uğur qazanmalarını arzu edirəm. İlk olaraq sualımıza baxaq. Deməli müəllimlər, birinci tərtib etdiyimiz sual imtahanda elə ilk olaraq bu sual tərtib olunmuşdu. Şagird hər gün yağlı qidalar və şirniyyat yeyir. Şagird bizə məlumdur ki, bir insan daha çox yağlı qidalar və şirniyyat qəbul edərsə, bu onun üçün daha da bir o qədər müsbət hal ola bilməz. Təbii ki, ziyanlı tərəfi orqanizmə ziyanlı tərəfi ola biləcək. Burada doğru cavab olacaq qeyri-balanslı qidalanma. İkinci sual. Fiziki tərbiyə dərsində hərəkətin texnikası şagirdlərə hansı meyarlara əsasən müəyyən edilir? Əlbəttə ki, bizə məlumdur ki, fiziki tərbiyə dərsində hərəkətlərin yalnız icra modelinə uyğunlaşdırmaqla bu əsasa görə bu meyara əsasən müəyyən olunacaq. Doğru cavab D bəndi. Üçüncü sual. Hansı hərəkət qabiliyyətinin inkişafı üçün yerinə yetirən hərəkətlərdir? İstənilən hərəkət şagirdin hazırda malik olduğunu maksimal tezlikdə icra olunması, hərəkətlər yorulma yaratmayan qısa məsafə kəskinliklərində icra olunur. Hərəkətlərin düzgün icra olunma texnikası, hərəkətlərin icrası orqanizm bərpası fonunda yerinə yetirilməsi. Əlbəttə ki, biz bilirik ki, bu hərəkətlərin təşkili yalnız sürət hərəkət qabiliyyətinin inkişafı üçün yerinə yetirən hərəkətlərdir. Doğru cavab D bəndi. Dördüncü sual. Hansı hərəkətlərin təzahür amillərinə şərtlənir? İdmançının güc və sürət imkanları, yorulma zamanı fizioloji funksiyaların dayanıqlığı, oksigen sərfi idmançının enerji ehtiyatları. Bizə məlumdur ki, dözümlük hərəkət qabiliyyətinin təzahür amillərinə şərtlənən bir neçə hərəkətlərdən də var ki, bu da sualda tərtib olunmuş anlayışlardır. Doğru cavab B bəndi. Beşinci sual. Dözümlük hərəkət qabiliyyətində fərqli olaraq çeviklik qabiliyyətinə aid olan xüsusiyyəti göstərək. Qüvvə ilə əlaqəlidir. Xeyr, biz bilirik ki, dözümlülük hansı hərəkət qabiliyyətlə əlaqəlidir? Sürət güc əyilgənliklə, çeviklik də sürət güc əyilgənlik hərəkət qabiliyyəti ilə əlaqəlidir. Qüvvə heç bir hərəkət qabiliyyətində olmadığı üçün biz bu sualı uyğun götürə bilmərik. B bəndi. Sürət güclə əlaqəlidir. Sürət güc, baxaq, dözümlük hərəkət qabiliyyəti sürət güclə əlaqəlidir. Bu zaman çeviklik hərəkət qabiliyyəti də sürət güclə əlaqəlidir. Yəni sürət güc hər iki hərəkət qabiliyyətində olduğu üçün bunu da doğru götürə bilmərik. Çünki sual bizdən soruşur ki, yalnız çeviklik hərəkət qabiliyyətinə aid olsun. Sürətlə əlaqəlidir. Bəli, bu sualın doğru cavabı C bəndidir. Sürətlə əlaqəlidir. Çeviklik hansı hərəkət qabiliyyətlə əlaqəlidir? Sürət güc əyilgənlik hərəkət qabiliyyəti ilə əlaqəlidir. Doğru cavab C bəndi. Sürət hərəkət qabiliyyətinin inkişafı üçün yerinə yetirən hərəkətdir. Yarım oturuşda yeriş. Xeyr. Sürət, sıçrayışlar, bu da uyğun deyil. Bir əl dayaqda tək qısla oturub durma. Adını çəkdiyimiz A, B, C bəndləri uyğun deyil. Bunların hər biri qüvvə hərəkət qabiliyyətinin A, B, C variantları bəli, A, D variantları qüvvə hərəkət qabiliyyətini inkişaf etdirir. B variantı sürət güc hərəkət qabiliyyətinin inkişafı üçün nəzərdə tutulan hərəkətlərdəndir. Sürətin inkişafı üçün yalnız C variantı, C bəndi doğru gəlir. Müxtəlif çıxış vəziyyətindən startlar. 7-ci sual. Sürət güc hərəkət qabiliyyətinin inkişafı üçün ən səmərəli hərəkətlərdən biridir. Bəli, sürət güc hərəkət qabiliyyətinin inkişafı üçün ən səmərəli hərəkətlərdən biri də olacaq. Müxtəlif məsafələrə tullanmalar. Digər bəndlər A, C, D bəndləri qüvvə hərəkət qabiliyyətinin inkişafı üçün yerinə yetirilən hərəkətlərdir. Bu sualın doğru bəndi olacaq B variantı. Qüvvənin olması üçün bu hərəkət mütləqdir. Qüvvənin olması üçün bu hərəkət mütləqdir. Bu olacaq sualın doğru cavabı D bəndidir. Müqavimət. Deməli, müəllimlər, biz bilirik ki, qüvvə hərəkət qabiliyyəti təbii ki, bilirik ki, nəyə deyilir? Əzələnin təqəllüsü hesabına xarici müqaviməti dəf etmək və ona qarşı dayanmaq bacarığı qüvvə hərəkət qabiliyyətidir. Qüvvənin olması üçün də bu hərəkət müqavimət olaraq mütləq nəzərə alınır.
9-cu sual. İmtinaya qədər hansı hərəkət qabiliyyətin metodudur? İmtinaya qədər qüvvə hərəkət qabiliyyətin metodudur. Qüvvə hərəkət qabiliyyətinin metodlarından da biri də imtinaya qədər metodudur. Piramida, dairəvi zərbə, izometrik qüvvə hərəkət qabiliyyətinin metodlarından biridir. Vitaminləri bir-biri ilə uyğunlaşdıran 10-cu sual. Vitaminləri biri-biri ilə uyğunlaşdıran. Baxaq. Y vitamini. Bizə məlumdur ki, Y vitamini güclü antioksidantdır. Bir də A, K vitamini bilir ki, bu qan laxtalanmasına aiddir. 1A, 2B, B vitamini enerji ehtiyatları. 1A, 2B, 3C. 10-cu sualın doğru bəndi olacaq D bəndi. 11-ci sual. Qanaxma zamanı sarğını sarıyarkən barmaqlar niyə göyərir? Bizə məlum oldu ki, bu sualın da doğru cavabı nə olacaq? Sarğının çox sıxılmasına görə barmaqların göyərməsi müşahidə olunur. 11-ci sualın doğru cavabı C bəndidir. 12-ci sual. Qaçaraq uzunluğa tullamanın hansı fazasına aid düz olanı göstərək. Təkanı qaçış addımında icra etmək, bədənin ağırlığının irəli yuxarıya istiqamətləndirmək, qolların sərbəst ayağın holaylandırma hərəkətini tez və sürətlə icra etmək. Bu olacaq uzunluğa tullamanın təkan fazasına aid olacaq. Doğru cavab A bəndi. 13-cü sual. 5-ci siniflərdə sürət hərəkət qabiliyyətinin kiçik summativ qiymətləndirməsi hansı normativlərə əsasən müəyyən edilir? Təbii ki, biz bilirik ki, 5-ci sinifdə kiçik summativ qiymətləndirmə siniflərə görə fərqlidir. 5-ci sinifdə yalnız 30 metr məsafəyə qaçış və 4x50 estafet qaçışıdır. 6, 7, 8, 9-cu siniflərə qədər 60 metr məsafəyə qaçışdır. 10, 11-ci siniflərdə 100 metr məsafəyə qaçış normativi qeydə alınır. Burada doğru cavab olacaq C bəndi. 14-cü sual. Futsal meydançasında nə təyin edilməyib? Təbii ki, bu sual bu cür də qurulmuşdur. Mən də burada bu cür tərtib etdim. Sonra mötərizəyə almışam ki, qaydalar çərçivəsində uyğun olaraq tərtib olunmuş sual idi, yəni imtahanda. Burada yalnız künc bayrağı, futsal meydançasında künc bayraqlarını görmək bəli olmur. Künc qövsü var, mərkəz xətti, texniki zona bunlar müşahidə olunur, bəli var. Doğru olmayan cavab sualımızın doğru cavabı künc bayrağı. C bəndi. 15-ci sual. Basketbol neçə hissədən ibarətdir? Bizim hər birimizə məlumdur ki, basketbol 2 hissədən ibarətdir. Müəllimlər, basketbol 2 hissədən ibarətdir. 4 period və 2 hissədən. Periodlar biz bilirik ki, birinci və ikinci periodun sonu bir hissə təşkil edir. Yəni periodlar 10 dəqiqə olduğu üçün 2 periodun cəmi 20 dəqiqə, bir hissə bitmiş hesab olunur. Üçüncü və dördüncü periodlar da 10 dəqiqə oynanılır və bunların da sonluğu bir period təşkil edir. Bunun üçün də biz doğru olaraq cavab D bəndini götürəcəyik. 2 hissədən ibarətdir. 16-cı sual. 3 vuruş basketbolun klassik basketboldan əsas fərqi nədir? Burada olacaq ümumi vaxtın qısa olması. Bu sual belə deyək də sualı daha yaxşı uyğunlaşdıra bilərdilər. Daha yaxşı məzmunda sualı qoyuluşu yaxşı ola bilərdi. Tərtib edə bilərdilər. 3 vuruş basketbolun deyir ki, klassik basketboldan əsas fərqi nədir? Təbii ki, 3 vuruş özü də klassik basketboldur. Yəqin ki, sualı böyük basketbolla fərqini istəmiş olublar. Burada da doğru cavab olacaq ümumi vaxtın qısa olması. Sual 17. Şahmatda hansı fiqur olduğunu göstərək. Bizə məlumdur ki, bu fil figurudur. 18-ci sual. Voleybolda bir komanda hücum zamanı topa ən çox neçə dəfə toxuna bilər? Və voleybolda bir hücum zamanı bir komanda topa 3 dəfə toxuna bilər. Doğru cavab B bəndi. Ən çox halda hücum zamanı 3 dəfə, bəli. 19-cu sual. Voleybol oyunda oyunçunun səhv yer dəyişməsi nə ilə nəticələnir? Voleybol oyunda oyunçunun səhv yer dəyişməsi səhv olan bir vəziyyətdir. Bir xal və servis rəqibə verilir. Mən hesab edirəm ki, orada sual hardasa müəllimlər servislə bağlı məsələ idi. Bir o qədər də bu sual uyğunsuz tərtib olunmayıb, yəni mənim tərəfindən sual təbii ki, oxşardır imtahandakı suala. Hesab edirəm ki, oradakı sual servisi digər zona oyunçusu yerinə yetirdi. Elə hesab edirəm ki, o sual idi. Amma bu sualda ona tam uyğunlaşdırmışam 99 və 100%. Suallar mənası eynidir. Olar ki, müəllimlər, deməli bir şey sizin burada deyim ki, İmtahanda verilmiş sualların, yəni 30-a qədər olan sualları mən tərtib etmişəm. Sualın qoyuluşu və bəndinə görə daha doğru burada tərtib etmişəm. Olar ki, digər bəndlərdə, yəni ki, C, D, Y variantlarında həmən bəndlər yox, onlara yaxın olan bir bəndlərə tərtib etmişəm. Amma sualın
qoyuluşuyla, quruluşuyla sualın bəndləri eynilə imtahandakı kimi doğru tərtib olunub. Hesab edirəm ki, müəllimlər bunu müsbət qarşılayacaq. 20-ci sual. Bədənin hərarəti bədənin hansı ətraflarında ölçülür? Təbii ki, bu olacaq qoltuq altında. Doğru cavab D bəndi. 21-ci sual. Futbol oyununda oyunçunun topa zərbəsindən sonra top qapı dirəyinə dəyib meydançaya qayıdarsa oyun necə davam edəcək? Təbii ki, top qapı dirəyinə dəyib qayıdırsa oyun davam edəcək. Doğru cavab D bəndi. 22-ci sual. Hansı məsafədə start qəlibləri olmur? Əlbəttə ki, orta və uzaq məsafələrdə start qəlibləri qurulmur. Start qəlibləri yalnız qısa məsafələr üçün nəzərdə tutulub. Burada doğru cavab olacaq D bəndi. 800 metr qaçış. 800 metr qaçış orta məsafəli qaçış olduğu üçün biz bilirik ki, bunun üçün qəlb qurulmur. 23-cü sual. Gün ərzində ən çox nə istehlak olunmalıdır? Bu sualın da ən doğru cavabı olacaq su. 24-cü sual. Ən çox bürünc qazandığımız yay olimpiya oyunları hansılardır? Əlbəttə ki, biz bilirik ki, ən çox bürünc qazandığımız yay olimpiya oyunları 2016-cı ildə Rio de Janeiro'da keçirilən yay olimpiya oyunlarıdır. Bu zaman ümumiyyətlə bizim medalımızın sayı bu oyunlarda çox oldu. Bir qızılımız oldu. Radik İsayev qızıl medal əldə etdi. 7 gümüşümüz və 10 bürüncümüz oldu. Doğru cavab A bəndi. 25-ci sual. Basketbolda oyun bərabər bitərsə neçə dəqiqə əlavə vaxt oynanacaq? Oyun bərabərə bitərsə 5 dəqiqə əlavə oyun vaxtı oynanılacaq. Doğru cavab A bəndi. 26-cı sual. Bu gimnastika növlərində yalnız qadınlara aid olan növdür ki, olimpiya oyunlarına daxildir. Bu olacaq müəllimlər, bədii gimnastika. Doğru cavab B bəndi. 27-ci sual. Müasir olimpiya oyunlarında fərqli olaraq qədim olimpiya oyunlarına aid səhv olanı göstərin. Qədim olimpiya oyunları dini müstəvi üzərində keçirilirdi. Müasir olimpiya oyunlarında isə bu ənənə baş vermir. Bu doğru mülahizədir. Qədim olimpiya oyunları 776-cı ildən, müasir olimpiya oyunları 1896-cı ildən keçirməyə başlanıb. Bu doğru cavabdır. Qədim olimpiya oyunları 2 ildən bir, müasir olimpiya oyunları isə 4 ildən bir keçirilir. Doğru olmayan da müəllimlər, baxın C bəndidir. Çünki qədim olimpiya oyunları da elə bilirik ki, elə 4 ildən bir keçirilir. Burada bu zaman sualda 2 ildən bir verildiyi üçün biz bunu doğru götürə bilmərik. Doğru olmayan C bəndi. 28-ci sual. Kalsiumun faydaları hansılardır? Bəli, kalsiumun faydaları sümük və dırnaq olacaq. 29-cu sual. Bunlardan biri olimpiya oyunlarında yoxdur. Bu triatlondur müəllimlər. Bir çox müəllimlərimiz hesab edirəm ki, burada çaşbaş qalıblar. Təbii ki, bu triatlondur. Qədim olimpiya oyunlarında təşkil olunmuş triatlonun bu növləri burada artıq olimpiya oyunlarında yoxdur. 30-cu sual. Sonuncu sualımız. Bu xüsusiyyətlər hansı hərəkət qabiliyyətə aiddir? 60-70% əzələ qüvvəsinin çox olması, yaxınlaşmalar və seriyalar arası əzələlərin boşaldılması, hərəkətlərin bir yaxınlaşmada deyil, bir neçə yanaşmada seriyalarla yerinə yetirilməsi, sinergistik əzələlər deyil, yerinə yetirilməsi, sonra sinergistik əzələlər deyil, antagonist əzələlər məşq etdirilməlidir. Deməli, müəllimlər, 30-cu sual uyğunlaşdırmışam. Mən hesab edirəm ki, siz də təbii ki, mənlə razılaşacaqsınız. Belə bir sual, qüvvəyə aid olan belə bir sual qarşımıza gəlmişdi ki, 60-70% əzələ qüvvəsinin çox olması, hərəkətlər bir yaxınlaşmada deyil, bir neçə yanaşmada seriyaların yerinə yetirilməsidir. Sualda bu iki bəndin doğru olduğu var idi. Digər iki bəndə uyğunlaşdırmışam qüvvəyə aid olan hərəkətlərdir. Bəli, bu da olacaq qüvvə hərəkət qabiliyyətinə aid olan hərəkətlərdir. Qüvvənin inkişafı üçün bu hərəkətlərin nəzərdə tutulması qənaətbəxş hesab olunur. Bir neçə gündən sonra suallarımızı tam tərtib edib sizlərlə paylaşacağam. Diqqətiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.